Bir dənə namaz qılan, hansı günah, 50 günah, bütün namaz qılanlar üstündə yıxılmalı. Xeyr, sən əgər nümunə istəyirsənsə Peyğəmbərə bax. Nümunə istəyirsənsə Əli Mir əl-Mömininə bax. Nümunə istəyirsənsə xanım Zəhraya bax. Nümunə istəyirsənsə xanım Zeynəbə bax. Nümunə istəyirsən İmam Hüseynə bax kinən. Əbəlfəzlə bax kinən. Hürrə bax kinən. Ələkbərə bax kinən. Züheyrə bax kinən. O qədər insanlara bax kinən. Səlmana bax kinən. Əbuzərə bax kinən. Miqdara bax kinən. Bunlara bax kinən ki, nümunə istəyirsənsə. Onlar ki, günah məsum deyilirlər. Əgər nəsə görmək istəyirsənsə, eybi görmək istəyirsənsə, insan özünə baxmalı. Əgər eybi görmək istəyirsənsə. Sən eyib axtarırsansa, eyib axtarma özü də bir eyibdir. Fərqi yoxdur bu namaz qılan, olsun qeyri-namaz qılan. Fəsad eləyən olsun, ya eləməyən olsun, dəxli yox. İnsan özü eyiblərini axtarmalıdır. Bax, gör kimsən, sonra get imamlarda və yaxud imamı sevənlərdə, mühibbin əhl-i beytdə axtar tapcını. Axtarmanla deyir. Ona görə bir gün məsələlər bu istiqamətdə əgər cərəyan elə bilsə, yəni ilahi yolda, ki, biz müvəffəq ola bilərik. Və müvəffəqiyyətimiz də mütləq və mütləq əhl-i beytin ləbbeyk deməkdədir. Tabiçilikdədir. Və ləbbeyki insan desə, rahatlıq gələr.